Babeş qalası, 3-cü hissə. Burada ortalan. Dairəvi olduğundan oxşayır. Olduğuna göre arkasına ona okşuyor da. Çünkü burada Yok, sen necədir da? Biraz mənə bəlkə yəni bu ortadan xolbədir. bütün memleketlere bir işare kimi değil. Yüksək zirvədə dayanmışıq biz. Artıq yoxdur, gördüyünüz kimi heç bir yüksəklik yoxdur. Ceyhanlı qardaşımız nəsə demək istəyir. Sizden gözləyəm ki, yıxılmayasınız buradan. Yox, inşallah yıxılmarıq. Bunda biraz tədbir görmüşük var. Yəni təhlükəsimizi qoruyuyor. Üstdən aşağıdan çox cavab gözləyirsən. Çox doğrudan da çox yüksək. Belə çəkilişdə bəlkə o bir hiss olurdur. Amma inanın ki, insan öz təbii gözündən baxanda dəhşətə gəlir. Dəhşətə gəlir. Qardaş, insan nə yaradarmış göyün üzündə. Bu qədər daşı bura necə çıxardıblar bunlar? Necə zəhmət çəkilib burada? Ha? Pəhlivan. Bax, necə zəhmət çəkilib burada? Fikirsin? Afrika'da pəhlivanmışlar bunlar. Burada çox qurur verici bir şey. Onlar taşı götürəndilər ama sen gördün. Şəxsən mən özüm söz tapdaya bilmirəm ki, nəsə bir yaxşı bir Kuş yoxdur. belə bir sözlər demək lazımdır ki, yəni bu çox Həqiqətən burada adam özün nağıllarla kimi hiss edir. Sanki nağıl dünyasındasan. Çox qəribə. məsələ Sağ olun, sözümüzü yola salmalı. Hamı gelseydi yaxşı olardı ama buranı görəndən sonra mən fikirləşdim ki, yox qardaş, bura hər adam çıxa bilməz. Yaxşı ki qayıtdılar yoldan. Yaxşı ki qayıtdılar. yaxşı elədim ki, uşaqları denk gəldim, son bağın çəkdiydi bura çıxmaq. Ama sağ ol ki, sən özün bizdən axıra kimi gəldin ya, şükür elədim. İnşallah tarixdir qalsın. Tarixdir. Səfər olduq. İnşallah. Gidək yavaş yavaş. Artık düşürür. Boyumuzu, sıkıntısı yani erzak satmanı yer. Çok serin yerdi. Serin yerdi. Gel sen de kes, gel sen de kes. Ha, kes sen de. Ben de geldim. Şimdi buradan kaydırır. Bak düşürüyor aşağı. Burada bir umumi bir dua da demek lazım ki. Ama bu ilgiye çıkıyor bu kala kalı. Bu kala inşallah. Yani dünya kalana kalaya kadar, yani kıyamete kadar inşallah bu kala kalacak burada. Bu kalada ben ihtiyacım ki bizim Bak senden başka hiç ses diyebilmez ki ben burada olmuşam. Ama sen neyse zaman sübut ilacı burada olmuşsan. Neyse sübut ilacı. Ha? yani ben belki de biz ne bileyim hep söz tavuk demek. Biraz o söz demek çok çekinmiyor. Söz demek hem dili kuruyor bir söz saptanışabilir. Yani doğru nedir bu? Bak dehşete gelir adam. Bak İnsan güzel bir bu özün bizi senetkarlığını görür diye. yavaş yavaş yavaş. Allah istersen o senden de yavaş yavaş. Arzumuza sattık. Gördünüz biz Balbaş Kalası'nda olduk. Sağ ol, sağ ol. Hardaka bir balaca elə bilirəm ki, bizdə bir qələbə bir hissi bir yarandı. Yəni, Ve sen niye el salmadın? Allah'a
Ay sağ ol. Ay sağ ol. Başka ne sana? Bak bura Ares. Bura. Burada şey var. Allah. Kim yapsam burada? Valla Teyarın Bakanlığı benim mənzili görmüşəm. Güzel, güzel. Burada bir tane maraqlı bir yer var. Bir tane bir maraqlı yer var. Görün bura hara diye. Əslən biraz düşüncə yaşalım. Amma bura yaddan çıxmışdı. Bura baxma, bura da baxaq görək nədir. Ki verin. Ki verin görürsünüz nədir bura? Burada da belə bir şey var. Orada anlamaq olmuş bu nə məqsəd kimi. Amma hər halda burada belə bir şey var. Böyle. Deməli biz burada səhv apardık. Aşağı səndən sonra bəxtimizdən bizə bu qalanın beləsisi verdiler. Yəni bizim dediyimizə uymuyor. Əsl sözü bu beləsidən eşidəcəyiz. Anlatın bize kardeşim bu qala haqqında. Ne diyebilirsin bu Babək qalası haqqında? Ben eşidenler için salam arz ediyorum. Çok sağ olun. Aleyküm. Çok sağ olun. Sağlık selametlik diyorum. Azerbaycan en büyük bir memlekettir. Tenha bizimki değil. Arazın o özü de Azerbaycan'dır. Bu özü de Azerbaycan'dır. Evet. Ama burada yaşayanlar verdiği de adamlardılar. Tenha o değil. Tenha o değil. Biz buraya gelmemişiz ki burada bir neferin adı var. Bir gelmişiz burada İyiz. Babək şübharırdı. Abbasilərlə neçə müharibə edildi. Müharibələrdə Abbasilərin qabağında, qoşun hökumətlərinin qabağında, hökumətinin qabağında ki, ən Abbasilər olurlar, neçələ Abbasilər olurlar. 20 sənə, 20 il tamam qabaqlarında dayanıblar. Cəng ediblər. Bu Azərbaycan uşağıdır. Bu Babək Azərbaycan uşağıdır. Babək yıxılmaz idi. Babəkə xəyanət elədilər. Əfşin var idi. Kim? Əfşin adında Əfşin adında bir nəfər var idi. İranlı idi. Ərəblər ilə həm dost olurlar. Onun qalasını gəlirlər, tanıyır. Gəlir, əvvəl Babək'in namı yazır ki, Babək, mən gəlirəm səndən dost olan ərəbləri İrandan çıxardan. Babək qəbul eləmir, bilmiş bir adamdır, gücü çatmayacaq. Ona görə Babək ondan təm vermir. Verməyəndə gəlir, Babək'in qalasını olacağın öyrəşir. Öyrəşindən sonra onlar, ərəblər buna, Əfşinə hükümət verirlər. Deyirlər, biz sənə hükümət verəcəyik. Hükümet ediyorsun, fermanlarını ediyorsun. İranın bir kısmetini vereceksin. Ama o, onların sözlerine uyur, gelir Babək'i neyniyir? Babək'in yolacağını ödüşenden sonra Babək'i neyniyir? Xəyanət edir. O yüzden de valiye Əher vardı, aşağıda bir Əher şehri vardı. Babək'in oğlunda o tutur orada neyniyir? Ərəblərə verir. Verir Ərəblərə. Əfşinlə o Əher'in valisi xıyanət edirlər bu Babək'in üstündə. Babək Məmunla, Muhtəsəmlə, Harunun Rəşidin oğlu Məmunla cəng edir. 20 sənə cəng edir. Asan deyil ha. Asan deyil. Asan deyil. Ömər zamanında İran o qədər davam gətirmir İranlılar. Amma Babək 20 il Misr fəth olur. Şam fəth olur Ərəblərin əlinə. Ama bura feth olanmıymış. Xəyanət olmasaydı feth olunmaz idi. Fakat biz bu qalanı, sabiqəsi, köhnəliği tənha yemir Babəkə. Ondan qabaq hükümetler var idi. Sasaniyan deyədilər. Sasaniyan hükümeti. Hatta bu qabaqda bir körpü vardı.
Həsrət körpüsü. Xudafərində Həsrət körpüsü vardı. O İranın böyük nəinki İran böyük bir yer idi. Azərbaycan böyük idi. Ona görə o iki Azərbaycanı yapışdırdı bir-birinə. Nəinki Ruslar gəldilər, Oğuz'u böldülər, bu birisi tərəf qaldı Oğuz'da, Oğuz qaldı Oğuz'da. Ona görə dedilər ki, həsrət körpüsü. Yəni biz həsrətdə qaldıq. Qaldıq, hə, həsrətdə qaldıq. İndi burada Bezos necür xidmət sizə ərz edin ki, indi biz İranlılar, bəxüsus biz Azərbaycanlılar qeyrətli bir insanlarıq. İran indiyəcən adı İran qalıb, Azərbaycanın adına qalıbdır. Azərbaycan adı. Ona görə deyirlər, Azərbaycan oyaqdır, bu bizim inqilabımıza dayaqdır. Elhamdülillah, elhamdülillah. Hop, mən bundan artıq sizə... Ben sizden bir şey xahiş edeceğim. Bir şey xahiş edeceğim. Sen bak bizim Azərbaycan dövlətinə ne üçün belə bir müraciətli deyim mi, ne bir şey, yani bizim dövlət başçımıza nəsə bir müraciət edebilirsin, neyse bir yapacağız. Mən deyə bilərəm, ki, bunların cismiləri, bunların ruhları birdir. Şayet ayrıdır. Sen iki utananın biri qalıb orada, biri qalıb burada. İki ruhdu bir bədəndə. Bir bədəndə. Ha, iki ruhdu bir bədəndə. Hem ruh Azərbaycan o sizin tərəfdir, bir ruh da bizim tərəfdir. Yani bunların cismiləri birdir. Bunlara gələk biz səy edək, köməklik eləyək, birbirimizin əlindən yapışaq. Bəzi düşmənlərimiz vardı, erməni düşmənlərimiz vardı. Onlara intəkam edək. Onları Azərbaycandan köçdürək, keçsinlər öz yerlərini. Onlar da səhyonist kimi bir şeydilər. Artık bizim devletimiz o 20 yıl bundan qabaqki dövlət deyil ki, silahsız insanların üstünə hücum eləsinlər. Başka hansısa, ne bileyim, kiminsə arxasında gizlənsinlər, kiminsə alsınlar, Azərbaycanın üstünə hücum eləsinlər, Azərbaycanın torpağını işgal eləsinlər. İndi de artık o zaman deyil, Azərbaycan çok güçləşib. Azərbaycan bir günün içində, yəni ki, bir günün içində. Həmin o Ermənistan'da, o Yerevanda, onun adı əslən Yerevan deyil, onun adı İrəvandır. İrəvandır. Əslən sən o söz təmiz Türk sözüdür, İrəvan. İndi onu sonradan bizim düşmənlərimiz çevirib adını qoyublar Yerevan, Ermənistan. Həmin o Ermənistan olmuyor. Orada bizim Zəngəzur deyilən torpaqlarımız var, Göyçə gölü var. Hamısı o vaxtları bizim Rus dövlətinin əlindən verilən ermənilərə səhib olmuş. Çox səhib olmuş. İnşallah. Ben orada dedim, orada indi bu o taylı olsun, bu taylı olsun. Yani Allah Teala bize öyle bir kısmet yazıp ki bizim aramızdan öyle bir tane çay atır. Biz bu Araz çayı var. Biz bu Araz çayını çok nefret ediyoruz. O kadar nefret ediyoruz ki o çaya biz. Yani o çay bize hiç vakit xeyir getirmiyor. O çay bize ayrılık getiriyor. O çay bize ne bileyim uğursuzluk getiriyor. O çay bize her bir şey getiriyor yani ki biz gelmişik bura. Nece gurur duyuruq, mesela diyeyim size biz bura bizim tariximiz. Eğer buranı Babək tikdirmirsə, Babəkdən qabaq buranı tikiblər. Babək gəlib yəqin ki buranı alıb. Kimisi elinden alıp da yani. Kimisi elinden alıp, kimisi elinden alıp da buranı. Yani vuruşup buranı alıp. Babək buranın en böyük oğludur. Burada anadan olubdur. Azərbaycanlıdır. Deyirlər Babək'in dedəsindən, Oğuz'dan gəlməlidir, nəm Yasaklardır, nəm nənəsi falan idir. Bunlar hamısı yalan, kağız gələn düşmən elindədir. Son Babək onlarla cəngəlidi, müqavimət nişan verirdi. Düşmənə nə yazar? Düşmənə nə yazar ki, bu filan kəsidir. Zinazadə o adamı ki, Oğuz'dan basa gəlib, buralıyıq, burada da öləcəyik, burada da qanımız gedəcək, canımız gedəcək, əmma torpağımızdan, hətta bir daşın da əldən verməyəcəm, bu daşı ki, mən alacam buraya, bu da əldən verməyəcəm. Ermənisi olsun,
olsun, teopsisi olsun. İnşallah. Biz bu vatanımızı saklayacağız. Düşman elinde saklayacağız. İnşallah. Ben selam söylüyorum. Sizlere sağlık. Allah'tan sağlık. Allah senden razı olsun. Sağ olasın. Allah cümle o kardeşten de razı olsun. Sizden de razı olsun. Biz de fəxr elədik ki, gurur duyduk. Həqiqətən də siz bunu, buradakı Türklər, buradakı Azərbaycanlılar, bu qalanı indiyə kimi bu belə ki, qoruyub saxladınız. Hər biriniz elə bir qardaşsınız. Yani Hər biriniz bir qardaşsınız. bu toprakta aslanlar yatır. Aslanlar yatır. Bayaq deyirəm ki, buradan hökm verib. Burada indi harcası oturub qardaş. İşte yəqin ki, mənə biraz yuxarısı orada oturub. Yani Ora onun yerində olsun. Yani orada hökm verib bütün Azərbaycanlılar. Bunlar yəni sonradan bura heç nə əlavə olmam, yəni olub zamandan qalandır bunlar. Bu təmir olmasa ola bilər, təmir niye? olmaz. Temir olup da dövre temir olur. Anlayıram təmir olmaz. Yəni yenidən bura nəsə bir şey artırmayıb. Yok artık. O zaman Kanalar ile öz yerinde değil. Böyle tökülüp değil. Zelzelede, suda, selde, karda, yanışta. Zaman zaman evet. Daş üstüne koptu. Yer əvəzdən etdi. Dam əvəzdən etdi. O damı məsələn O siz benden aşsın. təzə bir tikişli olmuşdu. bu yerdə qalanlar yox olubdu, ora olubdu. Var imiş. Ancaq mən elə gəlir ki, orada artıq orada nədir onun adı? Babəkir oturduğu yer mənə elə gəlir ki, ora olur. Niyə ora oradan hündür? Məntiqlə. O bir olmaz. O hündür yerə baxmaq məqsədi ola bilər. Vacib deyil ki, elə getsin oldu, ən yüksək yüklü otursun. Gözətçilər var da, gözətçilər. Buraya bak gözətçilər var, bir dənə var göstər. Bak, deyilənə görə, bak. Bu necə deyilsin, düz deyilən mi? O deyilən orada gözətçilər. Ha şurası. Onu yaxınlaşdırır mı? Kaladı da o da bir kere. Yani orada buradan hündürdür. Yok yok yok. O Sonra oradan her yeri görünür. o da bir kısmı. O dereni O dərəni qoruyurdu. ben buradan dereni çıkıyorsam mıyım? Ama oradan derenin düz içerisi gözlenir. Yani oradan yani buraları işaret edilirlermiş. Aşağıda. Oradan bir kez onlar koşu yokmuş. Ha bizim şimdi o yolun başındaki bir tiz bir tepe vardı. Dağdı. Ha? O dağ Peykan Kalası diyorlar. Aha. Ondan aşağıda bir 10 kilometre, 15 kilometre aşağıda bir tane Peykan Kalası vardı. Peykan Kalası vardı. Bu dağların arası deredir. Qoşunu ərəb, Oğuzdan gələndə beləsi, istəsələr Babəkə həmd eləsinlər, onun o xəbərçinləri, xəbər verənləri. Əvvəl o Peyğam qalasından bu Peykan qalasına, Biraz ehtiyatlı ol ha. Peykan qalasına xəbər verərdilər. Oradan da tez xəbəri inikas verərdilər bura. Bu gəliyə deyərdilər. O da nə mənə, o tüyandırma ilə, tənqal qurmağı ilə o zaman o cür xəbər verərdilər. Abi, ramzıydı. Aydındır. Bu qalanın bələdçisinin dedikləri idi. Artıq qaladan enmişdik. Uşaqlar bizi gözləyirdilər. Sağ ol, üzrlü sayın da. Kesin günahımızdan. Sağ ol, Allah razı olsun. Yaxşı oldu. Yok, yok, sağ ol, sağ ol. Allah razı olsun. Adın nedir sen? Bir dedi. Otur buraya, sen de buraya ver. Sen de dur. Sen dur. Kapılar bize ayır gibisin siz. Elleme gözü. Gözü var. Sağ ol, Allah köməyiniz olsun. Sağ ol, üzrünü sayın. Bağışlayın, bu əziyyət verdi sizə.
Çox sağ olun, yeni millət. Dostlarımız bizi təkidlə qarpız yemə dəvət etdilər, sözlərini yerə salmadı. Bu anları biz heç vaxt yaddan çıxarmarıq. Əsl həyat bu deyə. Sən yemirsən? Yemirsən, elə yezdirsən, elə başlayın. Halamı bir əlindən tutmadım deyir. Düşəcəniz. Başlayın, və soğuk dəyir istidir. Söndürək.
Biz fürsətdən istifadə edib Cənubi Azərbaycanla olan dostlarımıza öz təşəkkürümüzü bildiririk. Sizə çox zəhmət verdik. Zəhmətinizi halal edin. Allah sizdən razı olsun.